Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi blok imtahanına çox az bir müddət qalıbdır və bizim də başımız onlayn dərslərə qarışıb. Ona görə heç cür vaxt edib bu aralar izah videosu çəkə bilmirdim. Və düşündüm ki, bir izah videosu paylaşım, sizin üçün faydalı olsun. İstəsəniz videonu saxlaya bilərsiniz və cavabı tapdıqdan sonra yenidən videonun davamını izləyə bilərsiniz. Baxın, hər iki cümlədə m işlənibdir və biz fikirləşirik ki, hər iki cümlədə m-mi ədatdır, bağlayıcı vasitədir və budaq baş şəklində gələcək. Belə düşünürük. Çünki biz tabeli mürəkkəb cümləni oxuyarkən orada qeyd olunub ki, m-mi ədatı ilə bağlanan cümlələrdə budaq baş gəlir. Yəni m-mi ədatı budaq cümlənin tərkibində işlənir. Lakin diqqətli olmalıyıq. Bu həmişə belə deyil. Əgər biz m-mi sözünü k-ki ilə əvəz edə biliriksə, baş budaq olacaq. Sa-sə şəkilçi ilə əvəz edə biliriksə, budaq baş şəklində olacaq. Baxın, bir addım atdısa, yıxılacaq. Bir addım atdısa, yıxılacaq şəklində deyə bildik. Bu zaman m-mi burada bağlayıcı vasitədir, ədatdır və budaq baş şəklində olacaq. Biz bilirik ki, sa-sə şərt şəkilçisi, üstəgəlsin dadə ədatı ilə bağlanan cümlə budaq baş şəklində olur. Eləcə də m-mi ədatını biz sa-sə ilə əvəz edə biliriksə, budaq baş şəklində olacaq. Digər cümləyə baxırıq. Düşünürsənmi bizi aldadırsan? Düşünürsən ki, bizi aldadırsan, ki ilə əvəz edə biliriksə, baş budaq şəklində olacaq. Mütləq şəkildə yadda saxlayın. Dəfələrlə imtahana düşən bir sual tipidir. Daha çox müəllimlərin qəbul imtahanında belə tipli suallara rast gələ bilərsiniz.